Değerli izləyicilər, bugün dekabr ayının 25-idir. Sizə çox önəmli bir məlumatı çatdırmaq istəyirəm. Çünki bilirəm ki, qələminə hörmət eləməyənlər başlayıb cürbəcür başlıqlar çıxardacaqlar, nələrsə yazacaqlar, nələrsə paylaşacaqlar ki, nə var bunların IP-ləri çox olsun. Başıma gəlib, ona görə deyirlər ki, başına gələn başmaqçı olar. Deməli, yeri gəlmişkən bu videonda Space televiziyasında çəkirəm. Hələ ki, yəni burada əyləşmişəm, onu da deyim. Deməli, bugün səhər efiri bitəndən sonra Space televiziyasında Avoda müəllimin müavini Nərman müəllim mənə çağırdı ki, Səidə xanım, biz yanvar ayının 1-dən verişi saxlamaq məcburiyyətindəyik. Səbəbini soruşdum. Biz televiziyanın kommersiya reklam hüquqlarını vermişik New Media'ya və New Media qərar verir ki, televiziyada hansı veriliş olacaq, hansı veriliş olmayacaq. Və New Media deyib ki, səhər efiri ciddi bir proqram olduğuna görə biz ora sponsor gətirə bilmirik. Məsələn, orada qarıq reklam eləyə bilmirik, mayonez reklam eləyə bilmirik. Və ona görə də səhər efiri bağlanmalıdır və biz onun yerində bir qədər gec mətbəx proqramı eləməliyik. New Media bizim verişi sata bilməyib, belə başa düşdüm. Çox nadir hallarda kimisə yalan çıxardaram mən. Çünki gözünə baxan kimi və üz rənginə baxan kimi bilirəm ki, nə yalandır, nə gerçəkdir. Və Nərman müəllimə dedim ki, Nərman müəllim, bilirsiniz ki, yalan danışırsınız. Niyə veriliş bağlanır, səbəbini deyin. Ola bilsin, mən çox kəskin danışıram, mən tənqidi danışıram. Ola bilsin ki, bəli, hardasa, kiminsə belə deyək də, ayağını tapdalayıram, bilmirəm. Sonuçta bildiyim bir şey var ki, Azərbaycan prezidentini sevirəm, vətənimə bağlıyam. Bunun xaricində kimi məni gözü götürür, kimi gözü götürmürsə, təbii ki, hər kəs onu özü bilir, vicdanı bilir, bir də ki, Allah'a bilir. Dedilər, vallahi heç bir şey yoxdur. Heç bir zəng gəlməyib bu verilişin bağlanması ilə bağlı, amma ki, New Media bütün hüquqlara sahibdir. Bir neçə veriliş bağlanır və içərisində də bu veriliş bağlanır. Təkrar Vado müəllimin yanına getdim. Sadəcə səbəbi bilmək üçün getdim. Çünki mənə görə bu düzgün məlumat deyil idi mənə verilən. Vado müəllim dedi ki, bəli Səidə xanım, biz sadəcə yaradan tərəfik. Televiziyanın satışı, reklam məsələsi filan hamısı New Media həyata keçirəcək. Çünki biz müqavilə imzalamışıq New Media ilə. Bunu sizə nəyə görə deyirəm əslində? Düzdür, yanvar ayının 1-dən düşünülmüşdü ki, proqram olmasın. Sadəcə mən özümə hörmət edən aparıcı olduğuma görə mən sabahdan efirə çıxmayacağam. Yəni ayın sabah 26-sıdır. Dekabr ayının 26-sından efirə çıxmayacağam. Xüsusi qeyd eləmək istəyirəm ki, bugün bir daha şahidi oldum ki, Azərbaycan televiziyasında ciddi simalara artıq ehtiyac yoxdur. Düzdə qalır deyirlər ha. Mən inanmırdım heç vaxt o sözə, amma indi inandım, düzdə qalır. Məni dəvət edən rəhbərlər məhz mövqeyim olduğuna görə dəvət edirlər. Əgər siz sözünüzdə və mövqeyinizdə dayana bilməyəcəksinizsə, məni dəvət eləməyin televiziyanıza. Çox ciddi qərar vermişdim mən əslində illər bundan öncəki. Mən heç bir televiziyada sima olmayacağam. Və bugün bir daha nə qədər səhv etdiyimi fərqinə vardım ki, televiziyanı bardağa çevirmək istəyənlər yenə də bizi qalib gəldilər. Çox təəssüfdür, mən bilmirəm. Həqiqətən də bu qərarı New Media verib, yoxsa kimsə verib ki, mənim varlığım onu narahat eləyir. Mən bilmirəm bu qərarı hər kim veribsə. Ona görə də konkret olaraq haqqına girmək istəməm. Amma bir onu bilirəm ki, Allahın qaldırdığını heç vaxt heç kim yıxa bilməz.